Buyurun müəllim. Bugün Beləsivar rayonunun Əliyabad kəndindəyik. Bildiyiniz kimi milli qəhrəman Mübariz İbrahimovun kəndidir. Atası Seyid Ağakərim kişidir. Mübarizlər cəmiyyəti olaraq gəlmişik onun məzarını ziyarət eləməyə. Burada Sədrəddin müəllimdir, təsisçinin birinci mavini, Rəşad qardaşımızdır, bizim həmin operatorumuzdur, həm də montaj eləyir bütün çəkilişlərimizi. Biz mütəmədi olaraq Respublikanın hər yerində oluruq. Şəhid çəkilişləri çəkirik, YouTube kanalına yerləşdiririk. Bugün də Beləsivar rayonunda Əliyabad kəndində milli qəhrəmanın atası Ağakərim kişinin məzarını ziyarət edirik. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Allah ölkəmizi qorusun, vətənimizi qorusun, prezidentimizi qorusun. O Ağakərim kişinin də ruhu şad olsun. Amin. Yəni biz həmişə sağlığında da gəlib o ocağı ziyarət edərdik. Bütün şəhid ocaqları ziyarətgahdır. Biz həmişə minnətdarlığımızı bildirərdik Ağakərim kişiyə ki, yəni sağ olsun. Mübariz kimi bir oğul yetişdirib, vətən yolunda canın qurban verib. Bu yaxınlarda elə bir şad xəbər də eşitdik. Sədrəddin müəllim Pəncəli Teymurovunda biz Astarada gedib ailəsini ziyarət eləmişdik. Məzarını ziyarət eləmişdik. Cənab Prezidentimiz tərəfindən ona da milli qəhrəman adı verildi. Onun da ailəsini təbrik eləyirəm. Milli qəhrəman adı almaq münasibəti ilə. O cümlədən Allah bütün şəhidlərimizi rəhmət etsin. Amin. Ruhları şad olsun. Eşq olsun bizim qazilərə, eşq olsun şəhidlərə. Mən bu sözü həmişə deyirəm. Allah rəhmət eləsin. Bəli, ağsaqqalımız Hacı Ağakərim kişi doğrudan da elimizin, obamızın və Respublikamızda sayılan seçilən ağsaqqallardan idi. Bir qəhrəman oğul da dünyada tanıttıran bir oğulun atası idi. Ayın 16'sı 10. ayda Əlfət müəllim ağsaqqalımızın il dönümü idi. Biz qəbr ziyarəti elədik və Mübarizlər Cəmiyyəti kanalında işıqlandırdıq. O cümlədən ailəsini də ziyarət elədik. Allah ruhun şad eləsin. Amin. Həmi qəhrəmanımızın, həmi ağsaqqalımızın, o cümlədən şəhidlərimizin, biz öncə ziyarət elədik şəhidlərimizi də hər birin Allah məqamları onsuz da uzadı, uzu eləsin, valideynlərinə səbir versin. Amin. Və Əbülfət müəllim qeyd elədi, biz Astarada Pəncəli Teymurovgilin ailəsində ziyarətdə olanda onun anasının Əbülfət müəllimə xahişi müraciəti olmuşdu ki, yəni qəhrəmanımız haqqında biz cəmiyyətimiz adından da bir müraciət, amma sağ olsun dövlətimiz, prezidentimiz, Ali Baş Komandanımız bizim qəhrəmanımızın layiqli adını özünə verdi. Ruhu şad olsun. Amin. Buradan onun qardaşlarına, ailəsinə, anasına göz aydınlığı veririk. O ada görə və o adı o qazanmışdı, prezidentimiz də təsdiq elədi. Allah cəm şəhidlərimizi bir daha rəhmət eləsin. Allah rəhmət. Qazilərimizə can sağlığı versin. Allah dövlətimizi dövlətlər içərisində həmişə yüksəkdə olsun. İnşallah. Amin. 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 Rəşad qardaşımıza da Allah can sağlığı. Sağ olun, mən sizə minnətdarım. Bizim çəkilişləri yaparıq, çəkilişlərimizin montaj eləyir. Borcumuzdur. Sağ olun, minnətdaram. Siz sağ olun. Sizə də minnətdarım. Sağ olun. Əziyyət çəkir. Xoşdur hər zaman.